birləşdiriləcək. Yəni həm birinci baxılacaq, elə bir ki, eyni prosesdə baxılacaq arzumun şikayətinə, sonra baxılacaq amalın ailəsinin şikayətinə. Onlar da şikayət verib, deməli, həbs müddətinin artırılması ilə bağlı, yenə deyirəm, arzum isə təqsirləndirilən şəxs qismində şikayət verib, bəraət alması üçün və yaxud öz, deməli, ona təyin olunan həbs cəza müddətinin azaldılması üçün. Əsas məsələ budur. Onlar hələ ki şikayətlərini geri çəkməyiblər. Bundan da əlavə onlar da apellyasiya şikayəti veriblər. Yəni amalın ailəsi də apellyasiya şikayəti verib. Məhkəmədə iştirak edəcəklər. Çox güman ki, Sənubəri atası iştirak edir, anası iştirak edir, özü iştirak eləmir. Amma amal tərəfdən heç kim yoxdur hələ ki. Olmasa belə də, yəni əgər qərar verilsə ki, şikayət təmin olunsa, şikayətlər birləşdirilib, eyni yəni vaxtda birinci zərər çəkənin şikayətinə, daha sonra isə təqsirləndirilənin şikayətinə eyni prosesdə baxılacaq.